Salam, bayramınız mübarək. Bugün sizə tətildə oxuma vərdişimizi geri qaytaracaq, həm də çox maraqlı və qısa kitablardan danışacağım. İlk kitabımız Anton Çexovun Albalıbağı əsəridir. Bu pyesdə biz bir bağın fonunda bir ailənin faciəsini görürük. Digər əsərimizdə yenə Anton Çexovdan olan çöl əsəridir. Bu əsərdə də biz geniş formada çölün təsvirini və bu çöldə səyahət edən 9 yaşlı uşağın başına gələn macəraları görürük. Üçüncü kitabımız isə Stefan Zweig'dan Bir qadının həyatından 24 saat əsəridir. Bu kitabda isə 42 yaşlı bir qadının təsadüfən gördüyü bir oğlana bu vaxta qədər gizlətdiyi sirrini bir gün içərisində danışmağından söhbət gedir. Dördüncü kitabımız isə Sun Tzu'nun Hərb sənəti kitabıdır. Bu kitab dövrümüzə qədər gəlib çatan məşhur əsərlərdən biridir. Çünki bu kitabda sadəcə strateji həmlələrdən danışılmır, həm də psixoloji olaraq düşmənə necə qalib gəlmək olar, ondan danışılır. Beşinci kitabımız Anton Çexovun Darıxdırıcı əhvalat kitabıdır. Bu kitabda yaşlı bir filosofun bir gün içərisində özünü necə ağılsız və lazımsız hiss eləməyindən düşdüyü depressiyadan danışılır. Altıncı kitabımız Stefan Zweig'ın Şahmat əsəri. Bu kitabda biz kənar müdaxilələrin nə deməyindən asılı olmayaraq bir insanın öz potensialını hansı tərəfə yönləndirə biləcəyini və hansı hissədə uğurlu ola biləcəyini çox aydın şəkildə görürük. Yedinci kitabımız Kunio Shimizu'nun İmzacı və Kulis pyesləridir. 8-ci kitab mənim ən çox sevdiyim Ali Volkan Erdemir'in Maruko'nun Yolculuğu kitabıdır. Bu kitab uşaq kitabı kimi görünsə də, əslində mən bütün yaş qruplarına bunu çox ürək rahatlığı ilə məsləhət görə bilərəm. Bir uşağın öz ilbizi ilə olan macərasından danışır. Çox maraqlı və rahat oxunan bir əsər. 9-cu kitabımız isə Kenzaburo Oe'nin 3 əsərinin bir yerdə toplandığı bir kitabdır. Hər 3 əsər çox qısa və axıcıdır. Son olaraq isə Bertrand Russell'in Fəlsəfə nədir kitabı. Bu kitabı fəlsəfə nədir, ən qısa və ən rahat yolla necə öyrənə bilərəm deyən insanlar üçün paylaşıram. Məncə bu kitab yaxşı bir başlanğıc ola bilər sizin üçün. Siz də şərhlərdə məsləhət gördüyünüz qısa kitablardan yaza bilərsiniz.